Bu videonun şərhlərində onlarla abituriyent eyni şey dedi. Heç nə anlamıram, nə qədər çalışsam da alınmır, imtahanda yaza bilmirəm. Hər kəsə salamlar dostlar, mən Fidan. Əvvəl kanalıma riyaziyyatdan necə 100 bal topladığımla bağlı yüklədiyim videonun altına onlarla abituriyent riyaziyyatla bağlı yaşadığı problemləri yazmışdılar. Bugün isə bu problemlərə həll yolları ilə bağlı danışacağıq. Gəlin ən çox yazılan problemlə başlayaq. Heç nə anlamıram, neyniyim? Bu əslində ümumiyyətlə heç riyaziyyat biliyi olmayan, yaxud da ki, riyaziyyat bazası çox zəif olan adamlara aiddir və əslində burada problem çox təməldən başlayır və burada bir çox şeyə diqqət eləmək lazımdır. Məsələn, ən önəmlisi qaydalardır, düsturları öyrənmək lazımdır, çoxlu praktikalar eləmək lazımdır, fərqli sual tipləri işləmək lazımdır. Yəni, əgər gördüyünüz heç bir şeyi anlamırsınızsa, bu o demək ki, siz riyaziyyatdan heç bir şey bilmirsiniz və buna görə də daha əvvəlki videoda da dediyim metodikalardan istifadə edərək nəticələrinizi artıra bilərsiniz. Daha sonra isə bir digər ən çox yazılan şeylərdən biri də bu idi ki, nə qədər çalışsam da alınmır, heç nə öyrənə bilmirəm. Bu əslində məncə sizin yetəri qədər sual tipi görməməyinizlə və yetəri qədər çoxlu sual işləməməyinizlə bağlıdır. Çünki anlayıram, yəni tam yaxşı bilmədiyiniz üçün çox ilişirsiniz, çox vaxtınız gedir bir sualın üstündə. Buna görə də bezirsiniz, yorulursunuz və atırsınız. Amma əslində o sualı bağlayıb bir kənara qoymadığınız vaxt riyaziyyatınızı inkişaf eləyəcək. Bilirəm, çox böyük səbir tələb eləyir, çox böyük əzm tələb eləyir. Amma yəni əgər nəticələrinizin də artmağını istəyirsinizsə, hansı bir sualda, yaxud da hansı bir düsturda ilişib qalanda atıb kənara çıxıb getmək əvəzinə o sualın üstündə daha çox işləyə bilərsiniz. Məsələn, YouTube'da həqiqətən çoxlu müəllimlər var, çox qəşəng izah edən adamlar da var. Yaxud da məsələn ChatGPT-dən istifadə edə bilərsiniz. ChatGPT-ni bilmirəm, haqqında bilirsiniz ya bilmirsiniz. Əgər riyaziyyatınız çox zəifdirsə və sizə çox detallı şəkildə rahat izah olunmağını istəyirsinizsə, sualın şəklini ChatGPT-yə ataraq və sizə çox xırda bir şəkildə izah eləməyini istəyərək o sualların həll yollarını öyrənə bilərsiniz. Daha sonra isə ən çox yazılan şeylərdən biri də bu idi ki, müəllimin dərsdə izah elədiklərini evdə unuduram, neyniyim, necə eləyim? Bu əslində çox normaldır. Mənim də özümün vaxtı ikən yaşadığım şeylərdən biri idi. Çünki hər şey ağlımızda tuta bilmərik. Bir də bilmədiyimiz mövzu, yaxud da bilmədiyimiz bir sual olanda onun həllini yadda saxlamaq ekstra çətin olur. Buna görə də məsələn mən özüm elədiyimi deyim. Müəllim onu lövhədə yazanda və onu unudacağımı düşünürdümsə, yaxud da həlli mənə həqiqətən çox çətin gəlirdisə, mən onda müəllim onu izah eləyəndən sonra özüm üçün dəftərimə yazırdım və müəllimin yazdığı hər şeyi yazırdım ki, detallı olsun, nəyin hardan yarandığını bilim. Daha sonra isə ən çox yazılan şeylərdən biri də budur ki, qaydaları tətbiq eləyə bilmirəm. Qaydaları tətbiq eləyə bilmirəm demək əslində riyaziyyatın çox zəif olduğunu göstərir. Yəni siz sadəcə düsturları öyrənmisiniz, amma o düsturları tətbiq eləyə bilmirsiniz. Və riyaziyyat həqiqətən elə bir şeydir ki, nə qədər çox sual işləsəniz, nə qədər çox fərqli sual tipi görürsünüz, o qədər inkişaf eləyəcək. Məsələn, bir adam riyaziyyatın çox yaxşı olduğunu iddia eləyə bilər, amma o adam yenə də həll eləyə bilmədiyi hansısa bir sual tipləri ola bilər. Ona görə də əslində, yəni bu işin sirri nə qədər çox sual işləməyinizdən, nə qədər çox fərqli sual tipi görməyinizdən asılıdır. Bəzən olur ki, müəllimlər topluda deyir ki, sadəcə cüt ədədləri yazın ya da tək ədədləri yazın, məsələn, ya da yarıya qədər işləyin. Əgər qaydaları, düsturları tətbiq eləyə bilmirsinizsə, onda deyərdim ki, topludakı bütün sualları işləyin ki, tətbiq eləyə biləsiniz. Hazır buraxılış imtahanında yaxınlaşarkən istəyirəm ki, bu problem haqqında da danışaq. Çünki ən çox verilən suallardan biri də bu idi ki, açıq sualları yaza bilmirəm, neyniyim? Açıq sualları yaza bilməmək həqiqətən çox ciddi bir problemdir hazırki imtahan sistemində. Amma belə düşünək ki, bu problemin həll yolu var. Və əslində açıq sual tipləri də normal, sıradan bir riyaziyyat suallarıdır. Sadəcə biz test tipli suallar işləməyə öyrəşmişik. Buna görə də açıq suallar bizə çox qorxuducu gəlir. Yaxud da heç yaza bilmərəm kimi gəlir. Bəzi insanlar heç bu sualları yazmağa cəhd belə göstərmirlər. Halbuki bu da bir riyaziyyat sualıdır. Sadəcə struktur biraz fərqlidir. Artıq 7 ildir kurikulum tipli imtahanlar tətbiq olunur və əvvəlki 7 ildə də istər buraxılış imtahanları, istərsə də blok imtahanlarında situasiya tipli suallar bu açıq sual tiplərinə nümunədir. Buna görə də əgər açıq suallarda hər hansı bir probleminiz varsa və praktika eləmək istəyirsinizsə, problemlərinizi aradan qaldırmaq istəyirsinizsə, əvvəlki illərin buraxılış imtahanlarının suallarına və blok imtahanlarında situasiya tipli suallara baxmağınızı tövsiyə edirəm. Bundan əlavə kursların da imtahanları olur, orada olan suallar. Yəni ümumiyyətlə bu problemi aradan qaldırmağın tək yolu belə sualların çoxlu işlənilməyidir deyərdim. Bir də bir neçə belə bir problem yazılmışdı. Sınaq imtahanlarında yaza bilmirəm, sınaqda bildiyim hər şeyi unuduram. Əslində sınaq imtahanlarını əsl imtahanı bir praktika kimi düşünün və düşünün ki, siz sınaq imtahanlarında yaza bilmirsinizsə, həyəcanlanırsınızsa, yaxud da ki, ümumiyyətlə də
bacarmırsınızsa orada əsl imtahanda daha da pis olacaq sizin üçün. Bunu sizi qorxutmaq üçün demirəm. Sadəcə demək istədiyim odur ki, əgər sınaq imtahanlarında özünüzü itirirsinizsə, yaxud da yaza bilmirsinizsə, bu demək ki, siz daha çox sınaq imtahanına getməlisiniz. Siz o ortama getməlisiniz, orada imtahan verməlisiniz ki, bu mühitə alışasınız və real imtahan sizin üçün çox daha rahat keçsin. İndi isə gələk o videonun altında mənə ən çox verilən suala. Falan ayda balımı falan baldan falan bala qaldıra bilərəmmi? Dostlar, bu çox individual bir sualdır. Mənim sizə eləyə bilərsiniz, yaxud da eləyə bilməzsiniz deməyimin heç bir önəmi yoxdur. Bəzi adamlar var ki, mən deyərəm eləyə bilərsiniz, amma olmaz. Bu sadəcə sizin çalışmağınızdan asılıdır. Nə qədər çox riyaziyyat suallar görməyinizdən, nə qədər çox vaxt ayırmağınızdan asılı bir şeydir. Amma belə bir reallıq da var ki, məsələn 0 baldan 40-50 bala qaldırmaq 1 ay, 2 ayın içində mümkün bir şey deyil. Çünki riyaziyyatda mövzular həqiqətən çoxdur və hansı mövzunun düşəcəyini də bilə bilmirik. Buna görə də məncə 0-dan 40-50-yə qaldırmaq çox real olmasa da, məsələn 89-dan 100-ə qaldırmaq realdır. O ola bilər. Yəni 2 ay ərzində bu adam çox işləsə, çoxlu sual tipləri işləsə, əvvəlki illərin imtahanlarını işləsə, o adam 89-dan 100-ə qaldıra bilər. Məsələn, bəziləri də var, yazıb ki, 2 ay 10 günə 40 baldan 90 bala qaldıra bilərəmmi? Yəni bu biraz çox realistik görünmür. Çünki dediyim kimi, yəni sən səhər, axşam durmadan ancaq riyaziyyat işləməlisən ki, bunu bacarasan. O da yəni həmin adamın götürümündən, bazasından, müəllimindən, sualların səhvlərinə nə qədər baxmağından və s. çox şeydən asılıdır. Ona görə də mən deyərdim ki, 0-dan 40-50-yə qaldırmaq daha çətindir, nəinki 89-dan 100-ə qaldırmaq daha rahatdır deyərdim. Bir də ən çox verilən suallardan biri bu idi ki, internetdən sualların izahlarına baxmaq doğrudurmu? Yəni, niyə də doğru olmasın? Tək bir doğru yoxdur. Hədəfə doğru gedən fərqli yollar ola bilər. Mən bunu deyərdim. Əgər bir sualın həllini heç bilmirsinizsə, necə olacağını bilmirsinizsə, həll yoluna baxıb digərlərini özünüz işləyə bilərsiniz. Yaxud da ki, səhv yazmısınız və səhvinizi anlamırsınız. Yaxud da ki, daha yaxşı bir həll yolu axtarırsınızsa, internetdən təbii ki, sualların izahlarına baxa bilərsiniz. Amma bir nəfər yazmışdı, məsələn, yazmış ki, heç bir sual həlli işləmədən sadəcə internetdən sualları mən həllərinə baxım. Məsələn, yazmıram özüm, sadəcə kimsə işləyir və onun yazdıqlarına baxın. Bu doğrudurmu, sizcə effektivdirmi? Belə bir sual yazmışdı. Bu doğru deyil məsələn. Çünki məsələn düşünün ki, hazırlıqda müəlliminiz hansı bir sualı yazır və onun yazdığını başa düşürsünüz kimi hiss edirsiniz, amma evə gəlirsiniz, o sualı özünüz yaza bilmirsiniz. Ona görə də bu effektiv yol deyil. Yəni bir adamın riyaziyyatı öyrənə bilmək üçün tək yol həmin adamın özünün riyaziyyat sualları işləməyidir deyərdim. Deməli, cəbr və həndəsə ilə bağlı problemlər də var. Ümumiyyətlə cəbri anlamıram, ümumiyyətlə həndəsəni anlamıram, neyniyim? Mən deyərdim ki, həndəsə cəbirdən daha çətindir. Cəbir belədir ki, düsturları öyrənirsən və yerinə aparıb rəqəmləri qoyursan, həll edirsən. Amma həndəsə bir riyazi təfəkkür, bir əlavə bir görüş, bir fərqli bir baxış tələb edir, belə deyim. Həndəsədə sadəcə düsturları əzbərləmək şərt deyil. Orada bəzi teoremlər var, onları da öyrənməlisiniz. Hətta bəzi aksiyonlar var, onları da öyrənməlisiniz. Ona görə həndəsə riyaziyyatda cəbirdən daha çətindir. Dediyim kimi, riyaziyyat elə bir şeydir ki, çoxlu sual işləməlisiniz. Bir də həndəsədən əgər çoxlu problemlər yaşayırsınızsa, dediyim kimi internetdən, YouTubedan və s. çoxlu izahlara baxaraq eləyə bilərsiniz. Məsələn, bir nəfər yazmış ki, üçbucağı anlamıram, üçbucaq mövzusu sualları işləyə bilmirəm, neyniyim və s. Üçbucaq məncə həndəsənin ümumiyyətlə ən çətin mövzusudur. Əsasında topluda son suallar, yəni dəhşət çətindir. Ən yaxşı riyaziyyat bilən adamlar belə o sualları çox vaxt həll edə bilmir. Yəni ona görə çox narahat olmayın. İmtahana düşə bilərmi? Düşə bilər, amma yəni təbii ki, blok imtahanına düşə bilər. O da yəni sadəcə öyrənməyə çalışın, həll yollarını öyrənməyə çalışın. Belə bir sual var ki, hansı kitabdan testlər eləməyi məsləhət görürsünüz? Yəni mən deyərdim ki, dimin toplularını işləyin. Dimin toplularında sual çox olduğu üçün fərqli sual tipləri də çox görürsünüz. Ümumiyyətlə çox müəllim də oradan işlədir onsuz da. Amma əgər 9-cu sinifsizsə, məncə dimin sinif testlərində işləyə bilərsiniz. Təbii ki, 6-cı sinifdən 9-cu sinifə qədər hamısını nəzərdə tuturam və orada əslində açıq sual tipləri də olur və bu sizin açıq sualları yaza bilməmə probleminizi də aradan qaldırır. Bir də belə bir suallar da çoxlu var ki, mən hansı mövzuları oxuyum ki, buraxılış imtahanına girə bilim? Mən daha əvvəlki videoda demişdim ki, buraxılış imtahanına düşən mövzuları topludan yarıya qədər işləsəniz, buraxılış imtahanı üçün yetərlidir. Və o videonun altında çoxlu suallar var ki, hansı mövzularda o mövzular? O mövzuları deyin. Təbii ki, bu suala mən indi tam olaraq cavab verə bilmərəm. Çünki mən 6 il əvvəl imtahan vermişəm və hansı mövzuların buraxılış imtahanına düşüb, hansıların düşmədiyini tam olaraq bilə bilmirəm. Amma öz hazırlıq müəllimlərinizdən soruşa bilərsiniz. Başqa məsələn suallar da var ki, birinci hissəni sadəcə işləsəm yetərlidirmi? Təbii ki, əgər ikinci hissədən hansısa mövzular varsa,
onu da işləmə məcburiyyətindəsiniz, çünki imtahana düşə bilər. Ən sonuncu olaraq da onu deyim ki, məsələn, bəziləri yazıblar ki, mənim riyaziyyatı öyrənməyə şansım varmı? Sizcə mən riyaziyyatı öyrənə bilərəmmi? Niyə də olmasın? Yəni başqalarından nəyiniz əskikdir deyə düşünürəm. Təbii ki, yəni öyrənə bilərsiniz. Ümumiyyətlə, əsasən də 3-cü qrupların ağlında belə bir düşüncə olur ki, mən heç vaxt riyaziyyatı öyrənə bilməyəcəm, mən heç vaxt riyaziyyatı bilməyəcəm. Amma bu məncə doğru bir şey deyil. İlk başdan məğlubiyyəti qəbul edirsiniz. Buna görə də mən deyərdim ki, yəni daha əvvəlki videoda dediyim bütün metodikaları siz də tətbiq eləyərək riyaziyyatı öyrənə bilərsiniz. Təbii ki, hər kəsin bazası fərqlidir, hər kəsin kapasitesi də fərqlidir. Amma ən azından əlinizdən gələnin daha yaxşısını da eləyə bilərsiniz. Buna görə də mən deməzdim ki, kiminsə ümumiyyətlə heç ehtimalı yoxdur. Təbii ki, hər kəs riyaziyyatı öyrənə bilər.